Ermənistanlı iqtisadçı Komendantyanın Amerika dövlət katibi Marco Rubio'nun İrəvana səfəri ilə bağlı iddiası müzakirələrə səbəb olub. Komendantyanın sözlərinə görə, Rubio Ermənistanda nadir torpaq materiallarını idarə etmək üçün sənəd alıb. Azərbaycan üçün də belə bir vəziyyət yarana bilərmi? Qlobal Infoza danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, dünyada yüksək texnologiyalar və süni intellekt sürətlə inkişaf edir. Stat: Hazırda bu sahədə Amerika və Çin arasında ciddi rəqabət gedir. Yüksək texnologiya və süni intellektin inkişafı birbaşa nadir torpaq elementləri ilə bağlıdır. Onlara kim sahibdirsə, adı çəkilən sahələrdə irəliləyiş əldə edir. Bugün dünyanın ən nadir ehtiyatları əsasən Çin ərazisindədir. Pekin bir müddət əvvəl bu ehtiyatların ixracına qadağa qoyub ki, Avropa və Amerika onlardan istifadə edə bilməsin. Ona görə də Amerika alternativ bazarlar axtarışını başlayıb. Qazaxıstan nadir torpaq ehtiyatları ilə zəngindir və Amerika ilə saziş imzalayıb. Ermənistan da bu tip sazişlər imzalayıb. O ki qaldı Azərbaycana, torpaqlarımız işğaldan azad ediləndən sonra xüsusilə Şərqi Zəngəzurda zəngin nadir torpaq ehtiyatlarının olduğu məlum olub. Lakin biz Amerika və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq. Lazım gələrsə, gələcəkdə bu sahədə sənədlər imzalana əməkdaşlıq edilə bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.